Kürdaxanı qəsəbəsində Araz marketlə üz-üzə yolda magistral Kürdaxanı şosesindən ən uzağı 400 metr məsafədə 5 sot yarım torpaq sahəsində 3 otaq və 1 otaqlı kirayə üçün nəzərdə tutulmuş bir həyət evini sizə təqdim edirəm. Qiymət olaraq çox fürsətli, çox ideal bir qiymətdir. Gördüyünüz bu ev 3 otaqdır. Bir daha qeyd edirəm, sahəsi 100 kvadratdır. Bu gördüyünüz isə kirayə üçün nəzərdə tutulmuş, ümumi sahəsi 50 kvadrat olan bir otaqlı bir evdir. Ən azı 2 sot qədər torpaq sahəsi ayrıca bağ üçün ayrılıb, toyuq hilinə qədər hamısı hissə-hissə ayrılıb, çox səliqəli şəkildə buyurub baxa bilərsiniz. Küləklə əlaqəli səsimdə titrəmə varsa, ona görə üzr istəyirəm sizlərdən. Həyətinə rahatlıqla 5-6 maşın daxil ola bilər. Öncə başlayayım kirayə üçün nəzərdə tutulmuş otaqlardan. Bu bir otaqdır. Bu mətbəx hissəsidir. Zəif təmirdir. Bəllidir ki, əl gəzdirmək lazımdır. Bu isə sanitar qovşağıdır. Bizə isə lazım olan əsas ev keçid alar. 5 daş kürsüdə sahəsi 100 kvadratdan çox olan 3 otaqlı evdir. Gördüyünüz bu hissə kombi yeridir. Həyəti bir daha göstərim. Və keçid aldıq evə. Giriş hol kimi nəzərdə tutulub, yəni mətbəx, koridor hamısı girişdə bir hissədə yığılıb. Əks istiqamətdən də göstərim. Bu bir otağı, yataq otağıdır. Kimi nəzərdə tutulub, onu da qeyd edeyim. Bu isə qonaq otağıdır. Digər bir istiqamətdən də göstərim. Və keçid alaq digər sonuncu yataq otağına. Qaz, işıq, su sayğacılar, istilik sistemi kombi, internet, ev telefonu hamısı daimi işlək vəziyyətdədir. Sənədi bələdiyyədir, dəyərli izləyicilərimiz, onu da qeyd edim, köhnə bələdiyyədir. Qiymət ilkin olaraq 57.000 manatla, çox ideal bir qiymətdir. 57.000 manatla satışda olacaq. İnşallah ki, real alana mütləq şəkildə endirim olunacaq. Sanusi sanitar qovşağı birlikdə inşa olunub. Əlavə olaraq istəyən şəxs həyət geniş olduğundan həyətdə də əlavə tikinti edə bilər. İnşallah ki, xeyirlisi ilə sahibinə qismət olsun.